10-a kimi uşaqlar yatmalıdır, maksimum 11-ə qədər. Bəzən elə olur ki, 12-yə 1-ə qədər oyaq qalan uşaqlar olur ki, valideynlər deyir heç cür öhdəsindən gəlib yatızdıra bilmirəm. Sizcə burada əsas problem nədir? Bir yox, bir neçə dənə nüans var. Mən deyə bilmərəm ki, konkret buradan qaynaqlanır. Çünki burada nevroloji səbəblər var. Burada genetik səbəblər var hətta. Məsələn, ola bilər ki, valideynlərdən biri və yaxud da hətta nənə-babalardan hansısa birində yuxuya getmədə çətinlik var. Yuxu hormonu ilə bağlı olan bir şey, melatonin hormonunun beyində az ifraz olunması ilə bağlı olan bir şeydir və bu uşaqda da təkrarlanır. Biz burada məsəl üçün sırf deyə bilmərik ki, disiplinlə bağlıdır. Amma elə uşaqlarda var ki, orada disiplin problemi var. Məsələn, yatmaq saatıdır və evin bütün işıqları yanır. Ata oturub televizora baxır, ana israrla uşağı aparıb yatızdırmaq istəyir. Bu halda uşaq necə getsin yatmağa? Evdə hələ də gündüz çağıdır. Yaşam aktivdir. Həyat indi başlayır. Ata indi gəlib evə. Mən niyə yatmalıyam ki? Hansı ki, məsəl üçün ən azından uşaq necə deyim, öz yerinə girənə qədər o belə rutinləri də məsəl üçün getdiyi dişini fırçaladı, pijamasını geyindi, yerinə uzandı, işıqlar söndü. Bəlkə ola bilər həzin bir musiqi qoyulsun və yaxud da nağıl oxusun valideynlərdən hər hansısa biri.